Salam, hər vaxtınız xeyir, əziz izləyicilər. Kanalıma, yeni vloquma xoş gəlmisiniz. Necəsiz? Məni soruşsaz, şükürlər olsun ki, mən yaxşıyam. Axşamda bir vloq başlatdım. Sizin üçün tavanları idi, çox yanmışdı yağlardan. Bir müddət idi işlətmirdim onu. Qərarı aldım ki, bu tavanı birlikdə təmizləyək, görək nə nəticə əldə olunur. Çünki çox yaxşı tavadır, qalın tavadır. İstəmədim ki, istifadəsiz qalsın. Ona görə də təmizləməyə qərarı aldım. İndi birlikdə təmizləyək. Baxaq görək necə alınır. Bu dəsmalı da yudum ki, sadəcə çirkli qalmasın. Çünki sonra maşına atacağım, paltarlayan maşına yumağa. Ona görə çirkli ata bilmərəm. Bunu da götürdüm, təmiz dəsmal çıxartdım. Yəni, belə tavanı çox bir müsibətlə, çox pis vəziyyətdə idi o tava. Neçə vaxt idi onu işlətmirdim. 4 ilin tavasıdır. Yaxşı tavadır, qalın tavadır. Amma mən onu çox işlətmişdim, çox qızartmalar, yağlı yeməklər, orada çox qızarmalar olmuşdu. Tava yəni yağ yandırmışdı tavanı, gördünüz əvvəlki vəziyyətində.
qərar aldım ki, heyfdir bu tava, qalın yaxşı tavadır. Nə qədər təmizləyə bilsəm, təmizləyim, yenə də işə yarayar. Belə onu təmizlədim, yudum. İndi göstərərəm sizə. Yəni o qədər təmizləyə bildim. 3 dəfə onu isitmişəm qazın üstündə, qaz peçin üstündə. 3 dəfə onu təmizlədim. Onun hamısını sizə çəkmədim. Yəni sizi yormamaq üçün. Belə. Buraları da yaxşı-yaxşı yudum, təmizlədim. Çünki o azilet bilirsiniz də, yəni elə bir dərmandır ki, burada qalmasın. Çox yudum, təmizlədim buraları. Baxın, belə oldu. Əslində içi yanıb, bilmirəm, istifadə oluna biləcək ya yox. Baxaram da, amma çox qalın, yaxşı qalın tava idi bu. Belə, bunu bu cür təmizlədim. Yenə çox pis vəziyyətdən bu yaxşıdır. Bacardığım qədər təmizlədim. Biraz bəzi belə yanıq hiss olunur, baxın tavada. Bu tavalar belədir, işləndikcə belə olur. Bax, elə bilirsiniz, içi bu cür yanıq olur. Bilmirəm niyə. Nəsə də belə təmizləmişəm. İndi işə yarasa sizə deyəcəm. Görüm, bunda nəsə bişirə bilərəm ya yox. O qədər yumuşam. Təzədən qab şampunu ilə də hədsiz çox duruladım. Bir də istəyirəm ki, 2 dəfə içərisinə su doldurum qazda, qoyum qaynasın içərisi, yenə də təmizləyim, çünki o dərmanı istəmirəm ümumiyyətlə qalsın, qalmadı, amma yenə də ehtiyatçım elə etmək istəyirəm də, yəni istəyirəm ki, lap təmiz olsun içərisi, o dərmanın əsər əlamət qalmasın. Belə işlədə bilsəm işlədəcəm, indi bilmirəm bu əziyyətimə dəydi ya yox. İşlədə bilməsəm də indi nə bilim, məncə işlətmək olar, bilmirəm, baxarıq da. Yeni bir gündəyik, səhər durdum, biraz yürüyüş etdim. Bugün ancaq mətbəxdə olacağım, sizin üçün mətbəxi çəkəcəm. Mətbəxdə biraz işlərim var, bir neçə yemək hazırlamalıyam. Onları da sizin üçün çəkib göstərmək istədim. İndi burada soğan, yağda soğan qovururam. Badımcan doğramışam, badımcan çırpması hazırlayıram. Badımcanı duzlu suya qoydum, acısı çıxsın. Onları yuyub bu soğançanın içərisinə əlavə edəcəm. Soğançaya pomidor soyub doğramışdım. Soğançanı biraz qovurdum, pomidor əlavə etdim. Sonra isə yuduğum badımcanları bu soğançanın içərisinə əlavə edirəm. Belə badımcan çırpmasına günortaya hazırladım. Sonra yenə işlərim var, başqa yemək hazırlığına başlayacağım. Badımcanın üzərinə yumurta da əlavə edəcəm. Biz yumurtalı çox xoşlayırıq badımcan çırpmasına. Hərdən yumurtasız da hazırlayıram, sadə. Amma indi yumurta ilə hazırladım. Belə günorta yeməyimizə badımcan çırpmasıdır. İndi qızlar, sizə dediyim hansı ki qatıq tutmuşdum, demişdim sizə, ondan dovğa hazırlayacağım. İndi dovğanın göyərtilərini sirkəli suda biraz saxlayacağım. Gördüyünüz kimi sirkə əlavə etdim göyərtinin suyuna. Sonra göyərtini yaxşı-yaxşı yuyub dovğa hazırlayacağım. Dovğama da hansı göyərtiləri əlavə edirəm. Deməli, şomu, yəni ispanaq, iki cür deyirlər. Ya şomu, ya ispanaq. Demək, şomu indi yoxdur, bilirsiniz, yaydı. Çuğundur yarpağı onu əvəz edir. Çuğundur yarpağıdır. Şüyüddür bir dəstə, keşnişdir, təzə nanədir və dağ keşnişidir. Bu göyərtilərdən istifadə edəcəm. Gördüyünüz kimi qatığı da əlavə etdim qazana. Çox yağlı, yaxşı qatıq alınıb, yaxşı
yağlı qatıqdır. Bu qazana istəmirdim bu qatığı əlavə etmək. Fikrimdə var idi ki, bundan böyük qazanım var, onda dovğanı bişirim. Amma nəsə fikirləşdim, 2 litrdə heç nə olmaz, amma qatığı əlavə etdikdən sonra gördüm ki, yox. Yəni bu rahat olmayacaq, dovğanın yeri daşa bilər, narahat olar bişirmək. Ona görə qatığın üzərinə ununu, yumru düysünü və 2 yumurta əlavə etdim. Bunları əlavə edib qarışdırdım və sonra qazanı dəyişdim ki, rahat olsun dovğa, yəni ki, rahat bişsin də daşma ehtimalı olmasın. Mən 3 litr balona, 3 litrlik, yəni balonda olan qatığa 3 yumurta əlavə edirəm, amma bu 2 litr olduğu üçün buna 2 yumurta əlavə etdim. Belə. Yəni dovğanı da belə hazırlayıram. Əslində kanalımda var. Mən bir neçə dəfə dovğa hazırlığını göstərmişəm. Sadəcə sizə söz vermişdim tutduğum qatıqdan bu dovğanı bişirməyi, yəni sizə də göstərəcəm. Ona görə yenə də dedim qoy elə çəkim göstərim. Onsuz da bugün mətbəxdəyəm. Bir neçə yemək hazırlayacaqdım. Ona görə dedim elə hamısını sizin üçün də çəkim. Belə. Deməli gördüyünüz kimi mən dayanmadan qatığı qarışdırmıram. Elə qaz peçin yanında göyərtini doğraya-doğraya ara-ara qatığı qarışdırıram. Dovğam hazır oldu. Çox gözəl alınıb. Çox qəşəng, yağlı, dadlı dovğa alındı. Axşam təmizlədiyim tavadır. Tavaya su tökdüm. Yenidən biraz qaynatdım. Sonra yenə də yaxşı-yaxşı yudum. İndi istifadə edirəm. Məncə istifadə etmək olar, yaxşıdır, pis deyil. Burada da soğança hazırlayıram. Bu soğança da nə üçündür? Demək, göyərtim var, bir də lavaşım var idi. Bu lavaşdan göyərtili bükmə hazırlayacağım. Lavaşın deməli içərisinə bu göyərtini əlavə edirəm və büküb sobada bişirirəm. Bu soğançanın üzərinə göyərtini əlavə etdim. Göyərtiləri yumuşdum, yaxşı doğramışdım. Göyərtiləri qovurmuram, bişirmirəm. Qaynar soğançanın içərisinə əlavə edib qapağını qarışdırıram. Qapağını örtürəm tavanın və o göyərtilər orada ölür. Yəni yumşalır. Belə lavaşın da üzərinə sos hazırlamışdım. Sos, qatıq, mayonez, yumurta, bitki yağı, yəni duru yağ, duz. Bunları qarışdırıb əlavə edirəm, lavaşa çəkirəm fırça ilə. Üzərinə həmin o göyərti içliyini yığıram və bükürəm.
Hansı göyərtiləri istifadə etdim, onları demədim sizə. Deməli, bu bükmənin içərisi üçün cəfəri, göy soğan və biraz ispanaq, yəni şomu yoxdur. Bunun əvəzinə çuğundur yarpağı istifadə etdim. Bu üç göyərtini, yəni istifadə edirəm. Qış vaxtı bu bükmələrdən tez-tez hazırlayırdım. Onda şoma əlavə eləyirdim. İndi şom olmadığına görə belə, yəni ki, çuğundur yarpağından istifadə elədim. Burada da belə reyhan yenə kompot hazırlamışdım. Yığdım butulkalara. Soyuducuya qoyacağım. Sərin-sərin yenə içmək üçün. Mən bu reyhan kompotunu tez-tez hazırlayıram. Yəni bitdikcə hazırlayıram. Belə butulkalara yığıb qoyuram soyuducuya. Həm xeyirlidir, həm də yaxşı içkidir, sərindir. Yəni tərtəmiz, öz əlimizdə hazırlanan. Belə bükmələrim də bişdi. Çox gözəl alınıb. Xırçıltılıdır üzəri, içərisi yumuşaq, sulu. Yaxşı, qəşəng qızarıb. Belə 2 list hazırlamışdım. Hamısı bişdi, hazır oldu. Çox gözəl də. Üstü xırçıltılı, qızarmış, içi sulu, yaxşı. Dadı da çox ləzzətlidir. Baxın, belə bir bütöv toyuq bişirmişəm. Gördünüz, duz, istiyot, sarı kök, qırmızı istiyot, paprika, ketçup, mayonez, yağ, bu qarışımları vurdum. Yaxşı-yaxşı ovuşdurdum bu toyuğu. Biraz saxladım elə marinatda ki, dadı duzu canına çıxsın. Sonra belə bütöv şəkildə gördünüz, göstərdim sizə, pişirdim. Çox gözəl ətri var. Dadı da yəqin ki, möhtəşəm olacaq. Soçnu, üstü də xırçıltılı. Yəni həm suludur içi, əti quru deyil, üstü də xırçıltılı toyuq. Kartof da qızardıram. Göstərim sizə, kartof da qızardıram. Yanına. Belə, o bizim akşam yeməyimiz olacaq. Soğan doğramışam, sumaq əlavə etdim soğana, biraz ovdum, soğanı sumaqla. Biraz da göyərti doğramışam, toyuğun yanına yaraşır. Biraz göyərti, bir də sumaqlı soğan. Belə. Akşam yeməyinə belə bir bütöv toyuq, biraz tərəvəz salatı, kartof qızartdım. Bu da bizim akşam yeməyimiz.
Axşam yeməyimizi də yedik. Qablarımı yudum. Qaz peçimi də yaxşı-yaxşı təmizlədim. Köpüklü-köpüklü. Yağ olmuşdu içərisi bütün. Dedim təmizləyim ki, axşam rahat yatım. Səhər duranda mətbəxim təmiz olsun. Bu gün bütün günü demək olar ki, günüm mətbəxdə keçib. Sizin üçün də göstərdim, yəni gördünüz. Belə biş, düş, mətbəx təmizliyi, başqa elə bir iş görməmişəm. Demək olar ki, ancaq mətbəxdə, işlərim mətbəxdə olub mənim bugün. Belə, mən belə fikirləşirəm ki, izləyicilərimlə mətbəx çəkilişlərini daha çox sevirlər. Yemək bişirim, mətbəxdə çəkilişim olsun ancaq. Mən belə görürəm ki, yəni izləyicilərdən bunu mənə yazan da olub. Ona görə çalışıram ki, ən çox sizin üçün mətbəx çəkilişlərini edim, yeməkləri hazırlayım. Yəni yeməklərimi hazırlayanda daha doğrusu sizin üçün çəkim olarım. Bilmirəm, hamı belə düşünür, bütün izləyicilərim belə istəyir, yoxsa necə? Fikirlərinizi, bütün izləyicilərin fikirlərini yaza bilərlər. Əlbəttə ki, başqa işlərimi də çəkib sizinlə paylaşacağım, sözsüz. Amma belə baxıram ki, ən çox mətbəx çəkilişlərini, yemək bişirməyimi, yəni onu daha çox izləyicilərim bəyənirlər. Mən də izləyicilərim ən çox nəyi bəyənirsə çalışıram ki, onları çəkim göstərim, ürəkləri üçün olsun. Belə, indi bütün işlərimi demək olar bitirdim. Əsas da mətbəx işi idi, bitirdim. İndi bir yorğunluq çayı istəyirəm. Çay qoyum, çay dəmliyim. Axşam oturaq, çayımızı içək. Belə, bugünkü günümüz də yavaş-yavaş bitmək üzrədir. Bir günümüz də belə bitir. İnşallah ki, gələn günlərimiz daha gözəl olsun, daha yaxşı olsun. Əsas odur, canımız sağlam olsun, salamatçılıq olsun. Hər şey yəni yoluna düşər. Mən belə düşünürəm. Vlogumu burada bitiririm. Vlogum xoşunuza gəldisə bəyənməyi unutmayın. Abunə olmayanlar əgər vloqlarımı bəyənirlərsə abunə olsunlar və bəyənməyi də unutmasınlar. Belə bir vlogun da belə sonuna gəldik. İndi isə sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın. Gələn vloqlarda inşallah ki görüşərik. Hələlik.